Salam gənclər, mən Ceyhun İsmailov. Bu videodan etibarən mən sizə A1 səviyyə ingilis dili dərsləri keçəcəm. Yəni ingilis dilini sıfırdan başlayanlar üçün dərslər olacaq. Mövzuya keçid etməmişdən əvvəl sizə gəlin, yəni bu A1 səviyyə falan nədir bilməyənlər üçün bunu izah edeyim. Avropada belə bir sistem var, CEFR adlanır. Yəni bunun açılışı Common European Framework of References for Language deməkdir. Yəni bir növ Azərbaycan dilində mənası dillər üçün Avropa istinad çərçivəsidir. Yəni sadə dildə desək, bu sizin ingilis dilində də yox, digər dillər də aiddir. Yəni dil bilik səviyyənizi ölçən beynəlxalq bir standartdır. 6 hissəyə bölünür. A1 səviyyə, A2 səviyyə, B1 səviyyə, B2 səviyyə, C1 səviyyə və C2 səviyyə. Əgər siz A1 səviyyə və yaxud da A2 səviyyəsinizsə, ingilis dilini öyrənməyə təzə başlamısınız. Yəni gündəlik cümlələr istifadə edə bilirsiniz. Və A1 səviyyə və A2 səviyyənin dərsləri də buna uyğun şəkildə keçirilir. Yox, əgər siz B1 və B2 səviyyəsizsə, o zaman ingilis dilini orta səviyyədə bilirsiniz. Yəni təxminən 2000-3000 söz bilirsiniz. Və B2 səviyyənin dərsləri də buna uyğun şəkildə keçirilir. C1 və C2 səviyyədə isə siz akademik şəkildə ingilis dilində danışa və yaxud da yaza bilirsiniz və dərslər də buna uyğun şəkildə keçirilir. Və mən bu gün sizə A1 səviyyə ingilis dili dərsləri keçəcəm və dərslərə əlifbadan ingilis dilinin əlifbasına və bir sıra digər şeylərdən danışacağam. Gəlin vaxt itirmədən keçək videomuza. İlk olaraq əlifbaya keçməmişdən əvvəl sizə ingilis dilində sadə bir-iki söz deyəcəm və ingilis dilində cümlə necə qurulur bunu izah edəcəm. Məsəl üçün, adi çox adamın bildiyi sözlər yazaq. Hello. Yəni bu salam deməkdir. Sonra bye, sağ ol deməkdir. I. Bir dəqiqə belə deyim. I. Bu mən deməkdir. You, sən deməkdir. Daha sonra he, she, it. Bunlar o deməkdir. He, kişi cinsindədir. She, qadın cinsindədir. It isə cansız əşyalara aiddir. Və ingilis dilində cümlə quruluşunun isə belə olur. Azərbaycan dilindən fərqli olaraq bizdə Azərbaycan dilində necədir? Birinci mübtəda gəlir, daha sonra tamamlıq gəlir, daha sonra isə digər nitq hissələri gəlir, yəni arada, axırda isə fe'l gəlir. Amma ingilis dilində bu belə deyil. İngilis dilində birinci mübtəda gəlir, daha sonra xəbər gəlir, yəni fe'l, daha sonra isə digər cümlə üzvləri gəlir. Məsəl üçün Azərbaycan dilində yazsan ki, mən gedirəm. Daha fərqli bir şey yazaq bir dəqiqə. Mən bura gəldim yazaq. Bura hissəsi burada birinci gəlir, daha sonra isə gəldiyim hissəsi gəlir. Amma bunu ingilis dilində yazsaq, mən gəldim bura şəklində. Yəni yazırıq və deyirik. Mən ay deməkdir ingilis dilində. Gəldim, came here. Yəni cümlə quruluşu bu şəkildədir. Birinci mübtəda, daha sonra xəbər, daha sonra isə digər cümlə üzvləri gəlir. İndi isə yəni başqa izah edəcəyim belə çox şey yoxdur. Digər videolarda yəni daha ətraflı bunları sizə izah edəcəm. İndi isə videonun geri qalanında sizə sadəcə əlifbadan danışacağam və əlifbadan danışmamışdan əvvəl isə sizə bir şey demək istəyirəm ki, ingilis dili tam yazıldığı kimi oxunmur, digər dillərdən fərqli olaraq. Necə? Məsəl üçün, burada caput sözü var, bu xalça deməkdir. Burada isə cinder sözü var. Bunun tərcüməsi isə göz deməkdir. Gördüyünüz kimi ikisində də başlanğıcdakı hərfi eynidir, amma birində caput kimi tələffüz olunur, digərində isə cinder kimi tələffüz olunur. Yəni indi fikirləşəcəksiniz ki, yəni bunun standart bir qaydası var, amma belə də deyil təəssüf ki, yəni bunun standart bir qaydası da yoxdur. Yəni təsəvvür edin ki, İngiltərədə yaşayan insanlar, yəni ana dili ingilis dili olan insanlar doğulurlar və ingilis dilini deyildiyi kimi başa düşürlər, yazmırlar da. Yəni məktəbə gedən kimi ingilis dilində yazmırlar və o şəkildə danışırlar. Və onlar belə məktəbdə bu çətinlikləri çəkirlər, tam bilmirlər necə yazılır. Daha sonra bir nümunə də var burada. Read var. Məsələn, bu ikisi də eyni cür yazılıb. Biri oxumaq deməkdir, birisi oxumağın keçmiş mənasındadır. İkisi də eyni cür yazılır, amma fərqli şəkildə tələffüz olunur. Biri read kimi tələffüz olunur, birisi read kimi tələffüz olunur. Daha sonra record və record var. Bunların ikisi də lent almaq deməkdir, amma biri yəni
isim mənasındadır, digəri isə onun feil mənasındadır. Axırıncı nümunəni də göstərim. Burada mine sözü var. Yəni bunun tələffüzü mine şəklindədir. Aşağıda da baxın. Burada da eyni şey var. Mine. Fikirləşəsiniz ki, yəqin bu determine kimi tələffüz olunur. Bu da determine kimi tələffüz olunur. Yəni yenə də eynilik yoxdur. Yəni bunun standart bir qaydası da yoxdur. Yəni demək istəyirəm. Yəni hər şey, bütün sözlər belə deyil. Çoxusunu yəni tutarsınız da rahat şəkildə tələffüz edə bilərsiniz. Amma arada yəni belə şeylər də var, demək istədim. İndicə əlifbanı sizə bir-bir səsləndirəcəm. Siz də mənimlə birlikdə təkrar eləsəz, yaxşı şəkildə öyrənərsiniz. A, A, B, B, C, C, D, D, E, E, F, F. Bir dəqiqə. G, G, H, H, I, I, J, J, K, K, L, M, N, O, P, Q, Q, R, R, S, T, U, V, W, W, X, X, Y, Z. Tələffüzlər bu şəkildədir. İndi daha sonra ABC şəklində burada gedir. Baxın, ABC şəklində gedir. Burada isə həmin hərflərin cümlədə işlənmiş versiyası var və bunu da tələffüz eləyəcəm ki, daha yaxşı şəkildə başa düşəsiniz. Tez-tez bunu tələffüz edeyim. Ancient, book, car, day, early, fun, go, help, iron, jog, kid, lake, mother, night, open, pencil, cute, red, school, table, university, university, very, way, X-ray, yellow və zone bu şəkildə tələffüz olunur. Burada isə qeyd etmişəm, ingilis dilində 26 hərf var. Bunun 21-i samitdir, 5-i saitdir. Sait vowels kimi tələffüz olunur. Yəni tərcümə olunur ingilis dilində. Samit isə consonants kimi. Burada da capital letters, yəni böyük hərflər, lowercase letters, kiçik hərflərdir. Son olaraq sizə bir şey də demək istəyirəm. Yəni dediyim kimi ingilis dili yazıldığı kimi oxunmur. Daha doğrusu ingilis dili oxunduğu kimi yazılmır. Məsəl üçün, tutaq ki, siz xaricə gedirsiniz, hər hansısa bir oteldə resepsiyona yaxınlaşırsınız və oradan sizin ad soyadınızı istəyirlər. Bu zaman siz ad soyadınızı deyəndə ora ingilis dilində qeyd edə bilməyəcək. Çünki dediyim kimi ingilis dili oxunduğu kimi yazılmadığı üçün sizin adınızın necə yazıldığını bilmirlər və ona görə siz orada adınızı hərf-bə-hərf deməlisiniz. Yəni, məsəl üçün, burada mənim adım Ceyhun İsmayılovdur. Bunu ingilis dilində Ceyhun İsmayılov şəklində desəm orada, yəni düzgün şəkildə yaza bilməyəcək. İngilis dilinə uyğun şəkildə də yaza bilməyəcək. Sən onu bir-bir hərf-bə-hərf tələffüz eləməlisən. Yəni, burada məsəl üçün, mən orada tələffüz eləsəm, bu şəkildə tələffüz eləyəcəm. C, E, Y, H, U, N, I, S, M, A, Y, I, L, O, V. Adımı bu şəkildə tələffüz eləyəcəm. Bəli, bugünkü dərsimiz bura qədər idi. Yəni A1 səviyyənin ilk dərsi idi. Digər dərslərdə də yəni A1 səviyyənin davamı olacaq, ardı olacaq. İzlədiyiniz üçün təşəkkürlər. Növbəti videoda görüşmək üzrə.